Şəki Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Katuf Gülməmmədlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Məlumata görə keçirilən prosesdə o 10 il müddətinə azadlıqdan məhrum edilib. Katuf Gülməmmədli cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcək. İttihama görə hadisə 2023-cü ilin may ayında Şəki rayonunun İnçə kəndində baş verib. Bildirilir ki, Katuf Gülməmmədli hərbi biletini axtarmaq üçün əvvəllər atası ilə yaşadığı evə gəlib. Həyata hasardan keçərək daxil olan Katuf evin qapı və pəncərələrini sındıraraq içəri girib. Axtarış zamanı sənədi tapa bilməyən Katuf mətbəxə keçib. Soyuducudan 2 yumurta götürərək bişirmək istəyib. Bu zaman evə gələn atası onun bu hərəkətinə etiraz edib. Məlumata görə tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Katuf atasının boğazından tutaraq onu boğub. Məhkəmə tibbi ekspertizasının rəyinə əsasən İsmail Güliyev boğulma nəticəsində hadisə yerində ölüb. İstintaq materiallarında qeyd olunub ki, Katuf daha sonra hadisəni gizlətmək üçün meyidin yerini dəyişib və onun təbii ölüm kimi göstərməyə çalışıb. Hadisədən bir neçə gün sonra mayın 12-sində İsmail Güliyevin meyidi yaşadığı evdə aşkarlanıb. Məlumata görə Katuf Gülməmmədli atasına məxsus mobil telefonu götürərək Bakıda satıb. Daha sonra o saxlanılaraq istintaqa təhvil verilib.